Allah'ına bir Fatiha okuyun. Bismillahirrahmanirrahim. Elhamdülillah. Rabbil alemin. Errahmanirrahim. Malikin yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Ruhları şad olsun, Allah rəhmət eylesin. Amin. Allah'ın sallallahu yeri cennet cennet. Gördüm. Allah rahmet eylesin. Allah rahmet eylesin. Ruhlar şad, Allah rahmet eylesin. Bizim bugünkü keçirdiyimiz tədbirimizə, yəni şəhidin ziyarətinə gəldiyiniz üçün, vaxtınızı sərf elədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Tədbirimiz rəhbəri olduğum Əskər Ailəsi Cəmiyyətinin təşəbbüsü ilə və qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə keçirilir. Təşkilatımız haqqında qısaca da olsa məlumat verim sizlərə. Əskər Ailəsi Cəmiyyəti, Vətənpərvərliyin Təbliğ İctimai Birliyi Səngərlərdə yaradılmışdı. Əskərlərimiz arasında o zaman yəni biz sıx olaraq tez-tez cəbhə bölgələrinə gedərdik, əskərlərimizdən görüşərdik, problemləri ilə tanış olardıq, ailələri arasında yaxınlıq yaradardıq, məktublar götürüb yığıb, o vaxt poçtlar təslimi biraz yəni zəif idi. Ailələrinə çatdırardıq, ailələrindən isə gətirib əskərlərə verərdik. Yəni beləcə Əskər Ailəsi Cəmiyyəti Səngərlərdə yaradıldı. Düzü bu vaxtda artıq 32 ildir ki, biz bu vətənpərvərliyin təbliği ilə məşğul oluruq. Əsas məqsədimiz orduya, ordu quruculuğuna xidmət etməkdir. Əskər və zabitlərimizə, eləcə də onların ailələrinə, şəhid ailələrinə mənəvi dəstək olmaqdır. Çox işlər görmüşük, çox ailələrdə olmuşuq, çox belə yəni acıların şahidi olmuşuq, bölüşmüşük. Çox çətin bir şeydir. Yəni hər insanda, hər adamda yəni bunu anlamaz. Ancaq bu işin içində olanlar, o ailənin göz yaşını görənlər, onu içdən yaşayanlar bu dərdin nə demək olduğunu çox gözəl bilər. Vəli Mustafazadə kimi bizim Azərbaycan ordusunun çox qəhrəman əskərləri olub, çox canını fəda edib, şəhid olublar. Elə onların bu qəhrəmanlığı sahəsində də bizim torpaqlarımız, yəni erməni işğalından azad edildi, zəfər qazanıldı. Allah cəmi bütün şəhidlərimizə rəhmət eyləsin, ailələrinə səbir verilsin. Tədbirimiz də dediyim kimi Əskər Ailəsi Cəmiyyətinin layihəsi qeyri-hökumət təşkilatlarının yəni xətti ilə keçirilir, sədaqətin sükutudur. Əsas məqsəd nədir burada? Biz indiyə qədər qazilərimizdən, şəhidlərimizdən onları təbliğ edərdik, onların ailələrinə görüşərdik. Bu isə tam fərqli oldu. Sədaqətin sükutu, yəni şəhid xanımlarının şəhidə olan qayğısından, sevgisindən, milli mənəvi dəyərlərimizi özümüzdə əks edən xanımlarımızdan söhbət gedir. Azərbaycan xanımları həmişə mərd olublar, qəhrəman olublar, sevgisinə sadiq olublar. Belə xanımlardan da biri də gördüyünüz kimi Arzu Uruzadədir. Onlar hələ evli deyildilər, bir-birlərinə sevgili idilər, arzuları var idi, xəyalları var idi. Amma bu xəyallar çox təəssüf olsun ki, yarımçıq qaldı. Vəli Mustafazadə canını fəda etdi vətən yolunda, ərazi bütövlüyümüz uğrunda mübarizədə şəhid oldu. Sevgilisi Arzu Uruzzadə də buna dözməyib, canına qəsd etdi. Bu günləri onların məzarı önündəyik, onların məzarı önündə mən baş əyirəm. Böyük sevgiləri qarşısında baş əyirəm, ruhları qarşısında baş əyirəm. Bugün onların bədənləri birləşməsə də, amma ruhları birləşdi. Arzu Vəlini tək qoymadı. Vəli burada, bax, anası ilə də söhbət edən zaman bir deyil təsəllim odur ki, oğlum burada tək deyil, onun sevgilisi, gəlinim buradadır. Çox, yəni, acı hisslərdir, danışmaq da insana belə. Mən bura gələndən nələr yaşadığımı, yəni, onu mən daha gözəl bilirəm.
Allah rəhmət eləsin. Bir Allah daha rəhmət eləsin. Bunları şad olsun. Allah sizlərə səbir versin. Başınızı dünyanın hər kəsə, hər yerdə mən bütün şəhid ailələrini ziyarət edərkən bu sözü deyirəm ki, yəni fəxr edin ki, sizlərə sizin oğlunuz bu necə qeyrətli, namuslu, şərəfli oğul böyütmüsünüz ki, o sizin başınızı insanlar arasında aşağı yox, uca elədi. Hər zaman uca olaraq da qalacaqsınız. Şəhid ailəsi olmaq, şəhid atası olmaq, şəhid anası olmaq hər kəsə nəsib olunmur. Bu da Allahın sizlərə bir mükafatıdır. Allah sizlərə səbir versin. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Roza xanım. Öncə sizi salamlayıram. Xoş gəldiniz. Mən bilirəm siz Bakı şəhərində yaşayırsınız. Bu gün münasibəti ilə 500 kilometr yol qət eləmişsiniz. Özdə deyim, Ceyhun qardaş, bir ay bundan qabaq Roza xanım mənlə pastayan əlaqə saxlayırdı. Çox məsuliyyətlə, narahatçılıqla, Aziz qardaş, gələcəm, bax, belə olsun, belə olsun. Deyirdim, vallahi gəlin, heç bir narahatçılıq yoxdur. Cahanbatımız var, xalqımız var, millətimiz var. Hamı sizin yanınızdadır. Özünüz buna canlı şahid oldu ki, hər şey necə hasanlıqla oldu. Çünki o Vəlinin ruhu var orada. Hər şey elə hasanlıqla olmalıdır. Bəli, niyə çətinə düşməliyik ki? Mən sizə təşəkkürümü bildirirəm, minnətdarımı bildirirəm. Sağ olun. Çox gözəl layihədir. Dəstəkləyirəm sizləri, alqışlayıram. Allahdan bütün şəhidlərimizə mən rəhmət diləyirəm. Başda Vəli qardaş olmaqla Arzu dadımızı, Arzu Orducayda, sənin də yerin cənnət məkandır, haqq dünyasındadır. Allah onun valideynlərinə səbir versin. Bütün şəhid valideynlərinə səbir verirəm. Özüm deyirəm, çətindir, çox çətindir. Evlad itirmək həqiqətən çox çətin bir dözmək lazımdır. Sizə dözüm arzulayıram. Var olun. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin. İctimaiyyət nümayəndələri, Qara Həsənli kəndi orta məktəbinə, Gənclər evi, Ağstafa rayon sosial işçilər, hamısına minnətdarım bildirirəm, təşəkkür edirəm, əziyyət çəkib gəlibsiniz. Var olun, sağ olun. Bütün şəhidlərimizin ruhu şad olsun. Yerləri cənnət məkandır, haqq dünyasında. Ailəsinə Allah səbir versin. Sağ olun. Aziz müəllim, deməli bizim Günəş xanım təşkilatımızın gənc üzvlərindən biridir. O mənə göstərdi ki, belə bir yəni şəhidimiz var, şəhidimizin sevgilisi var. Bunu necə edə bilərik? Yəni tanıtmaq lazımdır bunu. Məsələn, İlham və Fərizəni hər kəs tanıyır, çoxları tanıyır. Amma bunları da tanıtdırmağı, yəni Günəş xanım yəni təşəbbüs oldu. Mən də ağlıma baxdı, həqiqətən ki, belə bir yəni proqram işləyək. Ariz müəllim də, yəni siz yəqin çox yaxşı tanıyırsınız, Ağstafa rayon icra hakimiyyətində şəhid ailələrlə, qazilərlə iş şöbəsindədir. Mən Ariz müəllimlə söhbət edərkən, yəni həqiqətən onun belə içdən bu işə yanması, içdən fəallıq göstərməsi onunla tanış olduqdan sonra bildim nədən irəli gəlir. Çünki Ariz müəllim özü də müharibədə olub, müharibədə iştirak edib, neçə illərdir. Öncə, yəni çıxışının əvvəlində dediyim kimi, bu acıları yaşamaq üçün gərək o acıların içində olasan. Müharibə deyil nədir? Mən hər dəfə yazılarımda da göstərirəm. Müharibəni hər kəs anlaya bilməz. Elə çoxları baxır, deyir, televizorda görür müharibə asan səsi, amma bilmirəm ki, müharibənin görünməyən tərəfləri var. Onu bilmək üçün gərək müharibədə olasan, o acıları yaşayasan, əllərin dost qanına bulana, yaxınların, doğmaların gözünün önündə şəhid ola və onu bastırmağa, torpağa bastırmağa imkan tapmayasan. Bax, müharibə budur. Biz o müharibəni illərlə acısını yaşadıq. Müharibə çox ailələrimizə, ölkəmizdə çox insanlara, yəni belə acılar yaşatdı. Biz Vəli kimi, Vəli Mustafazadə kimi şəhidlərimizin qarşısında baş əyirik, onları borcluyuq ki, bu zəfəri, yəni bu ağrını, acını bizim üzərimizdən götürdü. Mən yenə də hər birinizə təşəkkür edirəm. Şəhid atasıdır Ceyhun bəy. Çox ağırdır, başa düşürəm sizi. Sağ olun, var olun. Sağ olun. Hamı borcudur bura gəlmək, ziyarət edir. Allah şəhidlərimizə rəhmət eləsin, başa bağlı olmaqla. Bütün şəhidlərimizə ruhu şaddır. Allah valideynlərinə səbir versin. Sizə çox sağ olun ki, belə bir layihəni yardım Cismən bizlə olmasa da ruhən bizlə. Yüksəlikdə olsun, bayrağımız kimi göylərdə gəlsin, bunların ruh gəlsin. Çox sağ olun. Allah rəhmət eləsin. Mən özüm 32 ildir də, şəhid qardaşım, mən onu çəkən bacaya baxıram, ağlayır. Onu fəxr eləmək lazımdır, ağlamaq yox. Düzdür, mənim də içim yanır, ancaq fəxr eləmək lazımdır. Bu 1440 il bundan qabaq o iki qardaşın arasında haqq yolunda, bizim haqq yolunda gedən imamlarımız olur. Hədbuluğa çatmamış bir evlatlar da olur. Nətər o qanuni həyatı görmədən getdilər. Ceyhun qardaş özü Roza xanım bir qısada
çox nümunəvidir. Həqiqətən Ceyhun qardaşımla şəhid ata, dostluğumuz var. Bir səmimi dostluğumuz var. İnan səmiyyətinə, nümunəvi şəhid ailələrində. Allahsız bir gözəl yoldaşı var, anam bacım, əxlaqlı, tərbiyəli. Nə deyirsən başında oldu, Ceyhun qardaşımız da elədir. Nümunəvi ailədirlər. Sizlərə möhkəm can sağlığı verirəm. Çok sağ olun. Var olun. Sağ olun, sağ olun. Bəlkə Siz bazınız doğrudur. Bizə gəlmə sizə. Kimsə sözü varsa buyursun. sərbəst könüllü, kimin Buyurun, sözü buyurun, varsa, buyurun. buyurun Özünüzü bəli. təqdim edin, zəhmət olmasın. Vaxtını ayırıb bu istə gəldikləri üçün, vaxt ayırdığınız üçün təşəkkürümü bildirirəm. Çox sağ olun tədbirin təşkilatçılarına, burada əməyi olan hər bir kəsə çox sağ olun deyirəm. Vəli haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Çünki Vəlidə bir həyat eşqi var idi, yaşamaq həvəsi var idi. Vəli üçün passivlik, tənbəllik, bu anlayışlar yox idi. O bölük komandirinin dediyi kimi bir aslan parçası idi elə bir Vəli. Vəlidə həyat eşqi var idi. Vəli gözəl bir idmançı idi. Hərbi xidmətə gedənə qədər onun çox uğurları var idi. Və belə məqsədi var idi. Hərbi xidmətdən gələndən sonra o arzularının dalınla gedəcəkdi Vəli. Və mən tam əmin idim ki, Vəli bu bayrağını Azərbaycanın hüdudlarından kənarda idmanda qaldıracaqdı. Buna tam əmin idim. Buna Vəlinin potensialı da, gücü də, bacarığı da var idi. Onda tükənməz enerji var idi. Bir dəqiqə sakit durmurdu uşaq. O qədər aktiv idi. Vəli öz yoldaşlarından, öz yaşlarından çox fərqlənirdi. Mən şəhidlərin tərcümə halını oxumuşam. Əksəriyyəti elədir, qeyri-adidirlər. Elə bil ki, Allah onları öz yanına, öz dərgahına təmiz olaraq, saf olaraq seçilmişlərlər. Həqiqətən səmimiyyətimə inanın, Allah'ın olsun. Yəni, Vəli çox fərqlənirdi. Dünya görüşünə görə, həyata baxışına görə çox fərqlənən bir evlad idi. Vəlidə insanpərvərlik var idi. Vəli mərhəmətli idi. Bir qarışqanı belə incitməzdi Vəli. Hamısı, əksəriyyəti. Vətəninə, bu gözəl yüksək keyfiyyətlər var idi. elinə, obasına çox bağlı idi. Böyüklə böyük, kiçiklə kiçik. Hamıya qarşı belə münasibətdə idi Vəli. Vəlidən nə uşaq vaxtı, nə onun yeniyetməlik dövründə heç vaxt valideynlərin üzünə bir söz gəlmədi ki, Vəli belə bir səhv elədi. Vəlidən həmişə sağ ol aldılar onlar, həmişə təşəkkür aldılar. O hərbi xidmətdə olduğu müddətdə belə onu 4 dəfə evə göndərdilər, təşəkkürnamə göndərdilər valideynlərinə, gözəl nümunəvi davranışına, gözəl belə xarakterində olan gözəl keyfiyyətlərə görə, normativləri yüksək dərəcədə yerinə getirdiyinə görə Vəli belə bir bala idi. Vəli mərd idi, Vəli çox, belə deyək, yaşı az olsa da çox düşüncəli idi, çox tərbiyəli idi, şücayətli idi, qorxmaz idi, heç nədən qorxmurdu, odu alovu keçə bilərdi. Hələ mən fikirləşirdim, o döyüşdə o mənfur düşmənin onu belə biləyini qatlayıb, ona doy eləsi bir oğluydu, elə bir güclüydü. Ancaq Vəli qismət, Vəli şəhidlik zirvəsinə qalxaraq o bayrağı ucaltdı. Az ömür yaşadı, ancaq şərəfli bir yolu keçdi, şərəfli bir ömür yolu keçdi. O müqəddəs ara çatdı və mən də Vəlinin bibisi olaraq bununla qürur duyuram, həmişə də qürur duyuram və gənc nəslə həmişə mənim belə bir arzum olar, yerdən qalxan gənclərə. Vəli kimi belə o ruhda böyüsünlər, vətənlərini sevsinlər, vətən təəssübü var idi onda. Sevdiyi qızla yazışmasında onun o telefonda olan yazışması gözümün qabağından lent kimi heç vaxt keçmir. O durur hər şey. Deyir ki, şəhidlərin qanı yerdə mi qalsın? Şəhidlərin qanı yerdə qalmamalıdır. Bax, o sətirlər mənim gözümün qabağına heç vaxt getməz. Və o şəhidlərin qanını almaq üçün getdi, özü şəhid oldu. O uca məqama çatdı. Və gənclərimizə Vəli kimi sevməyi, Vəli kimi şücayətli olmağı, mərd olmağı arzulayarım. Məhz vətən belə gənclərin sayəsində yaşayır. Belə. Sağ olun. Burada mən gələndən ağlayır, danışmağa da yəni deyir ki, mən dilim gəlmir nəsə deməyə, amma başınızı uzaq tutun, ağlamayın. Vəli kimi oğlun anasısınız, şəhid anasısınız. Bax, Arzu kimi igid, mərd sevgisinə sadiq qalın, ləyaqətli bir yəni gəlininiz var, özünüz gəlinim deyirsiniz və hər dəfə mən gələndən danışırsınız ki,
mən bizə də nə təsəllim odur ki, oğlum orada tək deyil. Gəlinimlə bərabərdir və hər gün bura gəlirsiniz. Hər gün gəlirsiniz, bax bura ev tikdirmişsiniz də, deyirsiniz ki, Vəlinin evidir. Hətta evdə mənə bir maket göstərdiniz, dediniz ki, bu maketə baxın. Vəli mənə demişdi ki, ana sənə bu evi tikdirəcəm. Vəli evi tikdirə bilmədi, amma mən siz bu yəni maket əsasında bax bu evi tikdirsiniz. Vəli ilə Arzunun evi deyə hər gün bura gəlirsiniz. Yenə də deyirəm, ağlamayın, fəxr edin, qürur duyun. Əlinizdən öpürəm. Allah sizə səbir versin. Sizin kimi şəhid analarından qürur duyuram. Allah səbir versin, Allah rəhmət eləsin. Ruhları şad olsun. Sağ olun, təşəkkür edirəm hər birinizə. Yəni istidir biraz. Ona görə də tədbirimizi bağlı elan edək. Sağ olun. Elhamdülillah Rabbil alemin Errahmanirrahim Maliki yevmiddin İyyake na'budu ve iyyake nestaîn İhdina sıratal mustaqim sıratal lezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad Allahu samed lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Rabbim okuduğum bu surelerin savabını bağışlayıram şehidimiz Veli Mustafazadənin və Arzu Oruçzadənin ruhlarına xəbərdar eylə bizlərdən rəhbəri olduğu məskəvası cəmiyyətini hədiyyə eylədim Allah'ım. Ruhları şad olsun, Allah rəhmət eyləsin, Allah cəmi şəhidlərimizə rəhmət eyləsin, ailəsinə səbr etsin. Amin. Amin. Allah rəhmət. Allah.